Bu yaxınlarda olub, indi bir təxmini 10 gün, 15 gün bundan qabaq belə. Bir qardaş birinci telefonda yazıb soruşub, sonra məsciddə gördü, yaxınlaşdı. Telefonda yazanda cavab vermədim. Sonra yaxınlaşıb soruşub ki, deməli, sən demə əvvəl təkfirçi olub, bir ildir məscidə qayıdıb. Xülasə, sualı bu idi ki, yəni rahat deyiləm. Hə, yəni sözündən bir də bu çıxdı ki, yəni gecələr yata bilmirəm. Aydındır. Bu məni narahat eləyir, çox sıxıntıdayam. Vallahi elə bildim ki, dünyəvi problemi var. O dərəcədə. Yəni adam suala belə başlayanda nə düşünərsən? Axırda nə sıxsa yaxşıdır. Namaz qılmayan hökm bunu sıxır. Görürsən, namaz qılmayanlar kafir deyə yox. Bir sıxıntıdayam. Rahat deyiləm, narahatam. Rahat nəfəs ala bilmirəm. O fikirləşir ki, ya dünyəvi sıxıntısı var, ya xəstəliyi var, nəsə məsləhət alma. Axırda qayıt dinən ki, bunu sıxan, bunu narahat edən, bunu sıxıntıya salan şeymiş. Bunun yuxusunu ərşə qaldıran şeymiş. Namaz qılmayan hökm məsələsi. Ola bilsin, tövbə edib, amma xəstəlik ələm qalıb. Sonra ayaqüstü söhbət elədik. Başa salandan sonra ki, qiyamət günü Allah Azza və Cəllə səndən filan kəs namaz qılmayanın hökmü nə idi, bunu soruşmayacaq. Səndən səni soruşacaq ki, sən namaz qılan, hansı namaz qılanlardan idin? Fəvailüllil musallin, vay o namaz qılanların halına bu növdən idin, yoxsa o kəslər ki, namazlarını qoruyarlar, namazlarını xoşu ilə, ixlasla qılarlar, yoxsa bunlardan idin? Allah Azza və Cəllə səndən bunu soruşacaq. Və o hadisə ki, onu da danışmışam, o biri səfər qabağı bir məclisdə sual verir ki, buranın da Azərbaycanın hökmü, yəni Darül İslamdır, Darül Küfürdür, yəni İslam diyarıdır, küfür deyər. Nəysə, yəni tərbiyə babından, çünki gördüm ki, sual elmi sual deyil, yəni elm, özündə elm daşıyan adam deyil. Qayıtdım, o minbəbi tənəzül deyirlərdi, yəni mübahisə etmədən güzəşt olaraq qayıtdım, dedim ki, tutaq ki, Darül Küfürdür. Sonra, yəni mənə sonrası maraqlıdır da, yəni sonra nə olacaq? Bu dediyim, bu 2 dəfə olub. Bu birinci məsciddə olmuşdu, sonra deyəndə ki, sonra qayıtdı ki, sonra heç nə. Və məsciddə mənə yaxınlaşanda deyirdi ki, neçə həftədir səni axtarım. Buna görə, yəni o sual ki, cavabı heç nədir. Vallahi, məndə mənə elə gəlirdi ki, bu mənə sual verəndə o elə başa düşmüşdü ki, mən oturacam buna ayə, hədis, qayda, alimlər belə falan. Gördü ki, heç nə danışmadım. Bəzən belə lazım deyə.